Sən nə danışırsan? Kim nakazat elədi? Qulu nakazat elədi? Qulu rəhmətli, Qulu bəli. Qulu it kimi qorxurdu seçənlərdən. Espridel çeçenlərə, yaxşı çeçenlərə can qurban, ürəkdilər. Qulu it kimi qorxurdu seçənlərdən. Mənə deyir, Qulunun ətrafında... Kimdən qorxur da? Yaxşı, ağzını yaxala. Sən Azərbaycanlısansa, Azərbaycanlıya dəstək ol, bir sağ. Hadi bir dəqiqə qulaq as. Azərbaycanlısan bir dəqiqə qulaq as. Slepoy var. Mən Şəmkirli balasıyam, qaqa. Abalayam, faşizm aldı. Multfilm, qulaq as. Slepoy var, oğru deyil. Ləqəbi Slepoy. Hüseyin, Hüseyin. Ləqəbi Slepoy'da adı Hüseyindir. Çeçendir. Qulu it kimi qorxurdu ondan. Kimdən qorxurdu? Slepoy olan yerdə Qulu itçiyə söz deyə bilərdi. Çeçenlərə söz deyə bilərdi. Bespridel çeçenlərdən tema Oğru gelir. deyirəm. Oğru deyirəm. Lompaç et, nə bespridel. Oğru deyirəm. Oğru, qaqaş gör nədim. Teymur qaqaş Röşənlə də qardaşlıq edibdi. O Bespiridelin Roja deyil. Hələ bəsdir, qutar da. Söhbət o Şeyx Həmzatın ətrafından Dik Timur var. Bayenli Bespiridel. Qolu Şeyx Həmzatı görsəydi sıçardı tumanla. Hələ sən Şeyx Həmzatdan xəbərin yoxdur. Timur Dik. Hələ Timur Dik kimdir hələ? Qulaq as da. Sənə dediyim söz budur ki, Şeyx Həmzatın ətrafındakı olan insanlar qolunun heç yarısının da yoxdur. Şeyx Həmzat. Vüsal, 90-cı illərdə sənin atan küçələrdə oğurluq eləyəndə mən savaşda olmuşam, sizi qorumuşam. Başa düşürsənmi? 90-cı illərdə? Mən sana deyirəm yəni. 90-cı illərdə sənin neçə yaşın var idi? Mən sana deyirəm də, mən 72-ci təvəllüdəm. Neçə yaşın var idi? 72-ci təvəllüdəm mən. 72-ci təvəllüdsən? 53 yaşım var. 18 yaşım var idi də? 53 yaşım var. 18 yaşım var idi 90-cı ildə. Deyirəm, o vaxt 15 yaşında uşağı da aparırdılar. O nə deməkdir ki? Hələ bir sual verirəm də, sana sual verirəm. Mənim dadımdan heç xəbərim var. Mənim dadımdan heç xəbərim var sənin. Aya, sənin dədən çıxıb desin ki, ay oğul, yığışdır özünü. Cavanları pozursan sən. Mənim dədimin boyunda... Uşaqları kriminal cinayətə sövq edirsən. Yaz Vuqar, İskəndərov Vuqar yaz Interpolda. 20 ildə axtarışdadır, boynunda 20 dənə ölüm var. Mənim dadım mənə deyəcək. Nə oldu elə sən də... Nə oldu elə sən də Interpoldasan, sənin nəsillikcə Interpoldasınız siz? Bəli. Ay bu sual. Mənim adım Interpolda yox, mən gizli siyahidəyəm də Interpol belədir ki, yarı siyahını təqdim edir. Yenə deyirəm. Yarı siyahını təqdim eləmir. Aba burada hamısı bir dənə profil, 2 dənə profildə 2 yazır. 2 dənə profildə 2 yazır. 2 yazan 2 dənə profil. And Allah, bu Yahudilər konkret multfilmdir. 50 cür söhbət elədi. Qaqa, sən Yahudinin Azərbaycan xalqı üçün elədiyinin %1%-ni eləməmisən bu yaşına kimi. Neyniyib? Nə də sənin nəslin kökün eləməyibdi. Neyniyib Yahudi? Neyniyibdi? Çerkez qırınıqda 2 milyon Azərbaycanlı işləyirdi, Yahudinin indi bazar. Azərbaycan üçün neyniyib? Azərbaycan üçün 44 günlük savaşda kürəyə veribdi. Diplomatik jurnalistlərə zada hamısına deyib ki, Azərbaycanın dalındayam mən. Azərbaycan düzdür, pravdır, torpaq Azərbaycan. Azərbaycanın dalındayam. Daldı bu biri tərəfinə elə Azərbaycanlılara eləməyə, çörək vermək, elə hamısını eləmək. Yaşasın Yahudilər, yaşasın İsrail! Azərbaycan dalında neyniyib? Ay mutfilm. Yaşasın İsrail, yaşasın Yahudistan. Böyük Yahudi imperiyası, yaşasın. Görürsən Yahudidir. Yahudilər dünya insaniyyətliyi üçün, insanlıq. Dedim ki, Azərbaycanın dalındaydı. Qulaq asa ürəyim, bu dəqiqə bıçağı ürəyim, bu dəqiqə özümü vuracam burada axırda. Səni o səviyyəyə çatdıracam, Yahudilər maşını icad eləyən Yahudi, işığı icad eləyən Yahudi, suyu icad eləyən bütün şirkətləri Çindən alıblar. Ələbəs Tuktar bütün nə icad eləyib Yahudi? Bütün şirkətlər GPT var, Chat GPT, onu Yahudilər icad eləyib. Bu boyda xeyri var millətə. Çindən alıblar. Chat GPT'nin bloku Çindən götürülüb. Yaşasın böyük Yahudi yurdu. Başa düşdün? Böyük Yahudistan. Yahudilər deyirlər ki, Azərbaycan
Sənin alən içində yahudilər eləyib, alən içində eləyib. Hələ qulaq as. Deyim nə eləyib, deyim nə Qopya eləyib. Azərbaycana deyib. Qulaq as da göstərirəm sənə. Videonu da göstərirəm sənə. Ay yahudilərin pampersi. Qulaq as. Qulaq as. Sənin üçün, ay Yahudilər qulaq as. fırlatma söhbət. Ay Şivan, fırlatma söhbət. Yahudilər deyiblər ki, Azərbaycan xalqına aiddir Azərbaycan torpağı. Bizə aiddir. Razısan bu sözlə? Azərbaycan torpağı. Azərbaycan torpağı Azərbaycan xalqına mənsubdur, yahudilərə mənsubdur. Onu Netanyahu deyib, kim deyib onu? Göstərdim də sənə. Nə talasın? O süni intellektlə düzəlmiş videolarda ermənilər düzəldib. Sən də erməni tərəfdarısın. Erməni düzəldi. Sabir elə sənə gözlə sayfa. Fars erməni eyni millətdə, farslarla ermənilər eyni kökdən gəlir. Fars yenə gəldi. Sabir bro. Şahid ekranı bir dənə eləyin, şahid gəldi. Görsən Vüsat danışma da o boyda imperiya başçılarından. Sabir bro göstərirəm sənə. Nə talasın? Həyatınla oynama ay Vüsal. Söhbət yahudilərdən getmir. Mən onun bunu həyatıyla oynayıram. Kim mənim həyatım? Söhbət yahudidən getmir. Yahudilər chat GPT icad edib, maşın icad edib. Onun blokun Çindən alıblar. Hələ yaxşıda nə oldu elə Çindən aldılar. Yalan danışma da. Yahudi alim, dollar. Qulaq as. Заставит историков Азербайджана и O süni intellektlə düzəlmiş videodur. Eşq olsun Şəmkir rayonumuza. Oy. Qada qalma Şəmkir. никакой древней истории Азербайджана и его народа на этой территории никогда не было. Ну, фактически. То, что я покажу, снято исключительно азербайджанцами, которые смогли благодаря современному оборудованию вести съемки. То, что я вам покажу, это не Внаска. Это не Наска, это тоже древнее. Но это не Наска, это Азербайджан. Часть истории. Я сейчас вам покажу, заставит историков Азербайджана и алийцев рвать на себе последние волосы. То, что я сейчас вам покажу, будет доказывать, что никакой древней истории Азербайджана и его народа на этой территории никогда не было. O danışan kimdir? Ölkə başçısıdır. Kimdir? Adi bir adam da Siravi vətəndaşdır. Kimdir ki o danışan? Gədədir də, nə? Ravin bilsən nədir? Kimdir ki? Vüsal, Tarmazi Vüsal. Azərbaycana 500 dənə Ravin gələcək ya. Onlardan biri. Ay Vüsal, sən görsən elə, sənin tərəfdarın olsaydı əgər, elə bu Tolik söhbətində bilinərdi sənin tərəfdarın varmı, yoxmu? Yoxdur sənin tərəfdarın. Bu bir. Burada da sana dəstək olan Burada da sana dəstək olan 15-14 yaşında uşaqlardır. Onu da hamı bilir. Qulaq asaq ki, Tarmazi. 14-15 yaşında uşaqlardır. 900 nəfər hamısı 15 yaşlı uşaqlardır. 900 nəfər hamısı 15 yaşlı uşaqlardır. 900 nəfərin hamısı sağ dəstək deyil ki, mənim adımı yazıb düz deyənlər də var. Söhbət ondadır. Bayaq demirdin ki, 15 yaşında göndərirlər döyüşə. O vaxt 15 yaşlı uşaq Sovetski Soyuzun Vaspitaniyasını alırdı. İndikilər elə belədir, uşaqdır. Vüsal, Tarmazi elə Vüsal. Vüsal, sən vor deyilsən, vor bu TikTok, ya bu karanavat eləm burada, vor bu TikTok. Bunu karanavat elədim mən, iminnavat eləmişəm. Vor bu TikTok. Kilisanı alik herifdir, bunu da mən eləyirəm. Vor bu TikTok. Ondan sonra qulaq as, bu cavanlar sizə deyirəm, başınıza dönün. Ailəniz üçün, atanız, ananız üçün layiqli övlad olun. Ailənizə baxın. Kiminsə qızını alın, xoşbəxt eləyin. Axıra kimi saxlayın. Elə düz əməldir, düz oğlandı, yaxşı oğlandı onu eləyən. Kiminsə qızını alıb xoşbəxt eləmək yaxşı əməldir. Düz əməldir. İslamda da Allah tərəfindən də belədir. Bayram Nurlu da öz Sən xainlərinə fikir ver. Bayram Nurlu da öz ailəsini saxlayır. Bayram Nurlu da öz ailəsini. Nurlu ailəsi yox bir şey. Bayram Nurlu da ailəsini saxlayır. Sən görə dostu oğlandı. Hə? Geydən primer. Bayram Nurlu da öz ailəsinə baxır. Cəmaata da deyirsən ki, öz ailəsinə baxır. Deyirəm yaxşı oğlandan. Hələ yaxşı oğlan. Sən dedin evli sahibimi dedin. Dedin ki, evinə baxan yaxşı oğlandır. Gədə bağlayır. Səsimi bağlayır, qoymur danışım bu gədə. Gələ, yox da. Verərsən yahudilərə xəyiyyət. Səsimi bağlayır.